Son zamanlar insanlar arasında qaraciyər sirrozu və qaraciyər xərçənginə çox sıx rast gəlirik və bunların da əksəriyyətinin səbəbi hepatit viruslarıdır. Ona görə də əsas diqqəti buna yönəltmək istərdim. Azərbaycan hepatit virusları üçün endemik zona sayılır. Özəlliklə hepatit B və C virusları insanlar arasında uzun müddət, uzun illər boyunca davam edə bilər və gizli şəkildə gedib dediyimiz ağırlaşmalara gətirib çıxarda bilər. Hepatit C virusu müasir virus əleyhinə preparatlarla çox asanlıqla, başarılı bir şəkildə müalicə olunur. Ancaq hepatit B virusunda çox təəssüf ki, biz müalicəyə istədiyimiz qədər müalicədə effekt ala bilmirik. Bu da virusun xüsusiyyətlərinə bağlı ola bilir. Hepatit B virusu özü aktiv və xroniki formada ola bilər və yoluxmadan sonraki ilk 6 ay ərzində baş verir. Aktiv formada xəstələr özünü çox ciddi narahatçılıqlar hiss edirlər. Belə ki, sklerada, yəni gözün və ağız hissəsində saralma, dəridə saralma, yorğunluq, halsızlıq, ürək bulanma, özəlliklə sağ qabırğaaltı nahiyədə ağrılıq hissi ilə özünü göstərir şikayətləri. 6 ay keçərsə, 6 ay ərzində daha çox aktiv hepatit B öz-özünü sınırlaya bilir. Yəni təbii, doğal immunitet ilə, bədənin müqaviməti ilə müalicəyə orqanizm qalib gələ bilir. Amma olmadıqda 6 ay aşdıqda bu artıq xroniki bir formaya keçir.